Evladım bir değer mağazaya girir. Hələ ki bir balaca özündədir. Girdiyindən görüntülər əsasında döşəməyə uzanıb çabalayır. Qan gedir. Möhtərəm hakim, möhtərəm prokuror, möhtərəm xalqın, millətin indi keçid edirik. Qəsdən adam öldürmədən sonra amansızlığa, amansızlıq nəyə deyilir? O televiziyasına böyük bir iş görmüş kimi həmin bıçaq əlində mağazada gedir gəlir, özünü nümayiş etdirir. Qəhrəmandır. Az yaşlı qəhrəmandır. Nümayiş etdirərək gəzir. Yaralı qan gedir. Təcili yardım çağırmağa hamı öz canını qorxsa, qaçan-qaçana, gizlənən-gizlənə. Həmin bıçaq əlində döşəmədə uzanan evladımın üzərinə gələrək bıçağı belə tutur yenə də. Yaralıya, qan gedir. Evladım yalvarıcı bir vəziyyətdə danışa bilmir. Az da olsa hissiyyat qalıbdır. Əlini belə uzadaraq bir daha vurma deyə əlini uzadır. Ancaq bu vicdansız, az yaşlı dediyimiz buna baxmayaraq üstəlik bir təpik də vurur. Ancaq məhkəmədə demişdi ki, o bıçağı hadisə yerindəcə atdı, çıxdı, getdi, peşman oldu. Məhkəmə uşaqdırmı? Mən uşağam, kimin başını yozulsunuz? Hadisə belə baş veribdir. Xalqım, baxın. Milli Məclis, bax. Papağı günə yandırmayın. Pul həmişə taparsa ki, insanlıq qalır həyatda. Prezidentimdən xahiş edirəm. Vallahi da pis də çıxmasın. Mənim imkanım olsaydı, cənab prezidentdən yanaşı olsaydım, yalvarıb, mən əlindən tutar dəyərdim ki, nə olar, barmağını belə bas, knopkanı qoy, bu məsələ aydınlaşdırsın, xahiş eləyərdim. Hadisə belə baş verir.